Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə ol. Bəziləriniz donmuş suya bənzəyən bu videodakı axıntı şəklini görmüsünüz. Zahirən donmuş görülən bu axıntıya laminar axıntı deyilir. Laminar sözü latıncadan gəlir. Mənası lay, qat deməkdir. Bu ad maye və qazın qat-qat paralel laylar şəklində nizamlı axmasından irəli gəlir. Həmçinin bu axıntı sakit və sabitdir. Hissəciklər arasında qarışma yoxdur. Normal şəraitdə qan damarlarında qanın axması laminar axışla hərəkət edir. Bir növ sakit və effektiv. Bir də var turbulent axıntı. Latıncadan turbo və turbulentus sözündən gəlir. Mənası qarışıq, çalxalanan, haotik deməkdir. Axının içində dönmələr, girdablar, qeyri-stabillik, nizamsızlıq olduğu üçün bu ad verilib. Bu axışın hissəcikləri eyni istiqamətdə deyil, fərqli istiqamətlərdə hərəkət edir. Laminar axışın tam əksi. Damarlar tıxandıqda və ya yüksək qan təzyiqi zamanı qan axışı turbulent ola bilər və bu ürək-damar xəstəliyi üçün risk faktorudur. Sonda yekunlaşdıraq. Laminar axıntı, yəni nizamlı stabil axıntı, turbulent axıntı, qarışıq nizamsız axıntı.